إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد، الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله. Aziz ve muhterem kardeşlerim, sizleri cennet ehlinin birbirine verdikleri salamla salamlayarak Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu diyelim. Aziz ve muhterem kardeşlerim, bizler bugün en müqəddəs mekanda ve en müqəddəs zamanda İslam'ın üzerinde dayandığı 5. rukunu eda etmekteyiz. Aziz ve muhterem Müslümanlar, bu muvaffakiyete çattığımız için, Allah bizim temenni ettiğimiz, arzuladığımız bizi bugüne çattırdığı için Allah'a bol bol şükür etmemiz gerekir. Allah'a hamd ve sana etmemiz gerekir. Aziz ve muhterem kardeşlerim, geçmiş devirde, geçmiş zamanlarda insanlar bu topraklara gelmek için, ayakları bu torpaqlara değmek için hayatı boyu pul toplayardı. Nədir? Gelip Kəbəni göreydi. Nədir? Gelip Arafat'ta durup Allah'ın yer səmasına endiği vaxtda, insanları bağışladığı vaxtda hemen güne gelip çatıydı. Ve çok insanlar gelip bura çatmazdı. Yolda ölerlerdi, öldürürlerlerdi, heyvanlar yerdi, kurt-kuş yerdi. İnsanlar satıp paltarını, su almak için paltarını soyunup satardı. Bugünkü rahatlığa göre, xüsusən də bu yaşta, bu vaxtda, bu zamanda gelip bura çatdığımıza göre Allah'a çok çok şükür etmemiz lazımdır. Aziz ve muhterem kardeşler, Allah Teala Kur'an-ı Kerim'de bizlere şükürü beyan eden ayette məhdudlaşdırmır şükürün növünü. Allah Teala buyurur: وَلَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِي لَشَدِيدٌ. Eğer siz şükür edersinizse size verdiğim nimetleri artıraram, bereketli ederim, bol ederim. Eğer siz nankörlük edersinizse bilin ki nankörlüğün cezası olarak ahirette azabım şiddetlidir. Aziz ve muhterem kardeşlerim, biz bugün bura çattığımıza göre bu büyük ibadeti, İslam üzerinde duran 5 dayaktan birini eda ettiğimize muvaffak olduğumuza göre şükür etmeliyiz ki Allah bize bir de nasip eylesin buraya gelmeyi. Ve Allah Teala bizim şükürümüze göre bizim zürriyetimize de gelip çatmağı nasip eylesin. Aziz ve muhterem kardeşler, ibret burada değil ki gele bizim ayağımız bu torpaqlara değe. İbret buradadır ki ayağımız bu torpaqlara değmekte, bura gelen məqsədimizdə həqiqi hədəfi yerinə yetirək. Yani həqiqi Allah ve onun Resulü isteyen kimi hac etmeye muvaffak olaq. Əsas hikmət, ibrət buradadır. Bizim elm aldığımız şeyhlerden biri deyir ki, çok uzun zamanlarda değil, 100 il bundan önce, 80 il bundan önce deyir, həcə gelen insanlar bu yollarda deyir, öllərini tapırdıq. Yol qırağında can veren insanları görürdük. Bir qurtum suya ehtiyac olanları var idi. Bugün elhamdülillah su içe, serin su içe, kölgelene, cürbəcür paltarlar geyinə, bize Allah nəsib eləyir ki bu müqəddəs torpaqlarda bu böyük ibadeti gözəl şekilde eda elə bilirik. Aziz ve muhterem Müslümanlar, bugün sizlere həccin həqiqi mənasından danışmaq istəyirəm. Həccin həqiqi mənası, həccin mənası nedir? Həccin ruhu nedir? Bəyən sadece əməllərdən ibarətdir, yoksa onun arkasında başka mənalar var. Bunu Allah'ın izniyle bacardığım şekilde sizlerin nəzərinə çatdırmaq istəyəcəm ki, növbəti həcc etdikdə və yaxud sizdən, qohum əqrabalarınızdan, zürriyyətinizdən və yaxud dostlarınızdan və yaxud tanıdığınız kimsə gələrsə, mütləq onlara çatdırasınız ki, bu dediğim, sizlere söylediğim şeyler, sizlere demek istediğim şeyler onlara da çatmış olsun ve onlar bunu itirmemiş olsunlar. Aziz ve muhterem kardeşler, Uca Allah kainatı yarattıktan sonra bu kainatın içerisinde ona tek ibadet etmek için insanlar yaratıktır. Ve
Allah Teala gönderdiği her ümmete onlara uygun hususi şekilde peygamber ve şeriat göndermiştir. Ve bizlere Allah Teala bizlerin bu dünyaya gelmemizde son peygamberin ümmetinden olmamızı dilemiştir Allah Teala. Hansı ki Peygamber sallallahu aleyhi ve sellem ümmeti bütün ümmetler içinde en hayırlı ümmettir. Allah Teala buyurur: "Kuntum hayra ummetin uhricet linnas." Siz ümmetlerin içerisinde en hayırlı ümmet olarak geldiniz diye. Sizi en hayırlı ümmet olarak yarattım diyor Allah Teala. Aziz ve muhterem kardeşler, Allah Teala Peygamber sallallahu aleyhi ve selleme hac etmeyi vacip etti. Ve bilirik ki her bir Müslüman ağlı yerinde olan, haddi buluğa çatmış, azat olan, kul olmayan ve bacarığı olan her bir Müslüman bu ibadeti yerine getirilmelidir. En bacardığı ilk günde. Bu büyük ibadeti geciktirmek olmaz. Nece ki Peygamber sallallahu aleyhi ve sellem diyor ki, hacca tələsin. Siz ne bilirsiniz ki sabah başınıza neler gelecek? Ona göre aziz ve muhterem kardeşler, sizlerin ben özellikle, hususiyle nəzərinizə çatdırmaq istəyirəm ki, büyük bir qaydanı unutmayın. İbadet ne kadar əzəmətli olursa, Allah katında ibadetin ne kadar değeri olursa, şeytanın seni azdırmağa hiləsi o kadar büyük olur. O kadar seni yayındırır. O kadar istemir ki sen bu büyük ibadete muvaffak olasın. Allah'ın rahmetinin altına giresen ve senin günahların bağışlana. Şeytan ibadet büyük olanda hileleri ve hareketleri daha büyük olur. Aziz ve muhterem kardeşler, Allah-u Teala İbrahim Aleyhisselam'a diyor ki: وَاَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا. Ey İbrahim, sen insanları çağır, hacca gelsinler. İbrahim Aleyhisselam diyor ki: Ya Rabbi, ben onları nece çağırım? Diye sen çağır, ey insanlar hacca gelin diye ben bütün insanlara çattıracağım. Bugünkü günde Allah-u Teala bize onu beyan ediyor. Biz İbrahim'e dedik ki çağır insanları hacca gelsinler. Bu hac ibadeti aziz ve muhterem kardeşler büyük bir ibadettir. Peygamber sallallahu aleyhi ve sellem hemen ibadet, hemen çağrının cevabı olarak bizlere öğretmiştir. İhramı giyindikten sonra hamımız lebbeyk Allahümme lebbeyk, lebbeyke la şerike leke lebbeyk, innel hamde ve ni'mete leke vel mulke la şerike leh. Ne demekti muhterem kardeşler? Allah Teala bu kelimeni bizlere 1400 yıl bundan evvel, 14 əsr bundan evvel vacip edipse, bize bunu Allah'ın bizden talep ettiği, Allah'ın bize nida ettiği bu cevabı biz bugün cevaplandırılır. Ve biz dedik ki lebbeyk Allahümme lebbeyk. Ne demektir aziz ve muhterem kardeşler? Allah'ım senin emrine biz icabet ettik. Senin emrine biz icabet ettik. Bize Allah bugün nasip eledi. Allah'ın emrine icabet ettiğimiz için. La şerike lek. Bir başa tevhid meselesine girirsen. Ey Allah'ım senin çağrına biz icabet ettik. Senin hiçbir şerikin yoktur. Ona göre Müslüman buraya gelende Allah'ın teklini derk eləməlidir. İbadetlerin Allah'a ne cür məxsus olduğunu güzel şekilde bilmelidir. Ki hatta buraya gelende tövhidine xələl gətirən əməllərin heç balacası kiçik olsa belə eləməsin diye, etməsin diye. Aziz ve muhterem kardeşler, bizim təlbiyədə ilk kəlməmiz nedir? Lebbeyk Allahümme lebbeyk, lebbeyke la şerike leke lebbeyk. Ey Allah'ım, buyur Allah'ım, bizim gelişimizi kabul elə. Senin şerikin yoktur. İnnel hamde, hakikaten hamd senedir hamd. Övgüler senedir. Sen hamde layık. Neye göre? Çünkü sana buraya gelmeyi muvaffak ettiğine göre. Ve ni'mete lek. Ve nimet de sendendir. Çünkü sana Allah nimet verdi diye gelmişsen buraya. Sağlamlık nimettir. Gelebilmek nimettir. Emin emanlık nimettir. Yolda harclamaya pulun olmak nimettir. Bunları verdiğine, Allah sana bahşettiğine göre onu Allah'a dersen ya Rabbi. İnnel hamde ve ni'mete lek. Hamd sana ve bütün nimetler senindir. Aziz ve muhterem kardeşler, bu hac ibadetini Allah-u Teala bizlere, bütün Müslümanlara vacip etmiştir. Allah-u Teala Bekara suresinde buyurur: وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اِسْتَطَاعَ اِلَيْهِ سَب۪يلًا. Allah emredir bütün insanlara, gücü yetenlere, bu evi, Kabe'ni, hac ibadetini yerine getirsinler. Aziz ve muhterem kardeşler, İmam Bukhari'nin ve Müslim'in
rivayet ettiği Abdullah İbni Ömer'in hadisinde Peygamber sallallahu aleyhi ve sellem buyurur. İslam 5 direk üzere kurulmuştur. İslam dini 5 dayak üzerine kurulmuştur. Kelime şehadet, tevhid kelimesi, namaz kılmak, oruç tutmak, zekat vermek ve hacca gelmek. Kim bu 5 tane rükünü eda etmiş olursa Allah ve Resulü dediği kimi o insan yeryüzünde yaşayan en hoşbaht insandı. En hoşbaht insandı. Çünkü onun İslam'ı sağlam dayaklar üzerinde durmaktadır. Aziz ve muhterem kardeşler, bizler mütlak ve mütlak ibadeti etmezden qabaq ettiğimiz ibadetin manasını bilmemiz lazımdır ki hatta ettiğimiz ibadette hakiki mananı derk elə bilək. Çünkü eğer misal olarak ben size desem ki ben seni çağırıram, ben sana emr eləyirəm, sen bunu et, sen bu emrimi benim yerine getirmezsen ta beni tanımadıkça. Sen diyeceksen ki sen kimsen, ben senin emrini yerine getiririm. Ona göre bugün təəssüflər olsun ki bazı insanlar Allah'a yaraşar şekilde tanımadığına göre bazı ahkamlar karşısında təkəbbürlük gösterirler. Onlara ayet hadis okunduğunda təkəbbürlük gösterirler. Bunun sebebi o insanın Allah'ı yeteri şekilde tanımamasıdır. Tanımamasıdır. Çünkü Allah'ı yeteri şekilde tanımış olsa Allah'ın emirlerine qəti şekilde gelmezdi. Aziz ve muhterem kardeşler, hakikaten həccin mənasını dərk eləməmiz gerekir ki burada oluşumuzdan istifade edək. Eğer biz həccin mənasını dərk elə bilməsək, Allah həccin həqiqi ruhundan xəbərimiz olmasa bizim həccimiz seyahat halına çevrilecek. Ne tər bir insan seyahate çıkır, bir neçə bölgəni ziyaret edir, istirahat edir, sonra dönür eve. Ondan evvel de hemen şekildeydi, hemen durumdaydı ve həcdən sonra da hemen durumdadır. Bu cür halı olan insan hakiki manada hacı dərk eləməyən insanlardır. Ona göre bugün sizlere hacın bizlere fəzilətini beyan edən bir neçə hadis demek istəyirəm. Çok yok, sadece bir neçə hadis. Peygamber sallallahu aleyhi ve sellem Abu Hureyre'nin rivayet ettiği hadiste, hansı ki hadisi İmam Bukhari ve Müslim rivayet edib, deyir ki el-umratu ilel-umra keffaratun lima beynehuma vel-haccul mabruru leyse lehu cezaun illel cenne. Peygamber sallallahu aleyhi ve sellem buyurur, ümre ile arasında olan günahların keffaresidir. Qəbul olunan haccın mükafatı ancak cennettir. Bu kelimeye fikir verin muhterem kardeşler. Ancak cennettir. Sen bugün qəbul olunan həcc etmeye çalışmalısın ki Allah senin mükafatını cennet olarak versin. Rahat ibadet değil. Allah eğer bir ibadeti şart olarak cennet koyarsa onun mükafatını, o ibadeti yerine getirmek manası odur ki rahat değil. O çetin bir ibadettir. Yani ey Müslüman, sen buraya gelip bu yerlerde sadece vücudun, bu yerlerde ayakların basması, bu yerlerde oluşun, sen hakiki həcc etmeye delil değil. Sen doğru həcc etmek için mütləq bir neçə mərhələ yaşamalısan. Hansı ki bu söhbət esnasında onları size hatırlatacağım. Aziz ve muhterem kardeşler, Peygamber sallallahu aleyhi ve sellem buyurur, el-haccul mabruru leyse lehu cezaun illel cenne. Qəbul olunan həccin mükafatı ancak cennettir. Biz ne için bugün hacca gelmişik? Biz ne için namaz kılırıq? Biz ne için zekat veririk? Biz ne için Allah ve Resulü dedi deyip insanları davet edirik? Biz ne için günahlardan kaçırıq? Ne için savablara can atırıq? Hamısında esas istediğimiz yer cennettir. Başka emel değil. Bu dünyada istediğimiz bir tane cennettir. Ona göre bu mükafatı güzel hac, Resulullah sallallahu aleyhi ve sellem sünnetine uygun hac eləsək, Allah bize bu mükafatı verecektir. Ona göre muhterem kardeşler, her attığımız addımından evvel hara addım atırıq ve niye atırıq onu öğrenmemiz gerekir. Neye göre insanlar buraya geldikten sonra, emel ettikten sonra soruşurlar. Biri der ki benim başıma bu iş geldi, o biri der benim başıma bu iş geldi. Bu onu gösterir ki İslam ümmetinde çatışmamazlık var. İslam cemiyetlerinde çatışmamazlık var. Çevreleri cahillik bürüyüp örtüp gelir. Bizler ev tikmek isteyende ne kadar düşünürük? Ticaret kurmak isteyende ne kadar düşünürük? Xəstələnəndə vücudumuz həkim qoymur, hamısını müraciət eləyirik. Dərman axtarırıq. Şəri məsələləri niyə axtarmırıq möhtərəm qardaşlar? Dini məsələlərimizi niyə axtarmırıq? Nə üçün axtarmırıq? Xələl hamısı bizlərin özündədir. Ona görə
mütləq və mütləq həccə gələn insan gəlməzdən qabaq həcc haqqında bütün məlumatları olmalıdır. Ki, hətta Allah Rasulü bizlərə nə tər öyrədibsə, o şəkildə həcci əda etsin deyə. Başqa bir Abu Hureyre radıyallahu anhunun rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur. Hədisi yenə Buxari Müslim rivayət etmişdir. Mən həccə, başqa bir rivayətdə mən həccə lillah, fələm yərfuz və ləm yəfsuq, rəcəəkə yəvmə vələdəthu ummuh. Kim həcc edərsə, həccində yoldaşına yaxınlaşmazsa və yaxud yaxınlaşdırıcı nəsə bir hərəkət etməzsə, söz deməzsə və bütün günahlardan çəkinərsə, anadan doğulmuş günahsız uşaq kimi qaydar. Bu rahat şey deyil. Vallahi billahi rahat şey deyil. Günahlardan çəkinirikmi möhtərəm qardaşlar? Günahlardan çəkinirikmi biz bu müqəddəs torpaqlarda? Əgər bir insan bugün, bu saatda, bu zamanda, bu məkanda günahlardan çəkinmək üçün cəhd göstərmirsə, o insan həyatı boyu ona başqa vaxt fürsət verilməyəcək. Bugün, əgər sən dəyişməsən, dində olan nöqsanlıqlarını düzəltməsən, sən doğruya tərəf qədəm qoymasan, doğru istiqamətə getməsən, bugündən sonra düşünmə ki, sən doğru istiqamət tapacaqsan. Xeyr, həcc həm ibadətdir, həm də möhtərəm qardaşlar, tərbiyə məktəbidir. Ona görə bunun hər tərəfli istifadə etməmiz gərəkir. Peyğəmbər s.ə.v buyurur ki, şərt qoyur, anadan doğulmuş, körpə, günahsız uşaq kimi ölkənə dönmək istəyirsənsə, mütləq həcdə bütün böyük və kiçik günahlardan çəkinməyə çalışmalısan. Bütün, hansı ki onu biraz sonra sizlərə inşallah qısa şəkildə biraz izah etməyə çalışacaq. Əziz və möhtərəm qardaşlar, başqa bir hədisdə, İmam Müslimin rivayət etdiyi hədisdə, Peyğəmbər sallallahu aleyhi ve sellem Amr ibn al-As'a radıyallahu anhuya deyir. Bilirsiniz Amr ibn al-As kimdir? Amr ibn al-As Peyğəmbər sallallahu aleyhi ve sellem'i qətlə yetirmək üçün, ona inananları qətlə yetirmək üçün, onları dindən uzaqlaşdırmaq üçün canını və malını fəda eləyən Qureyş kafirlərindən olmuşdur. Lakin bir gün bu qədər İslam'a qarşı çıxdığından sonra Allah qəlbinə İslam nurunu göndərir. Peyğəmbər s.ə.v deyir ki, Adəm övladının qəlbi Rahmənin barmaqları arasındadır, onu istədiyi kimi çevirir. Bir gün İslam dininə zərbə vururdu, bir gün müsəlmanlara əziyyət edirdi, ikinci gün isə bir müddət sonra Allah onun qəlbinə İslam nurunu göndərir. Peyğəmbər s.ə.v onu dəvət etdikdə İslam'a girmək qənaətinə gəlir. İslam'a girmək düşüncəsinə gəlir. Amma qorxur. Peyğəmbər s.ə.v yanına qorxa yaxınlaşaraq deyir ki, ya Rasulallah, sən bilirsən mən sənə qarşı nə qədər pislik etmişəm, sənə qarşı nə qədər zülm etmişəm, sənə qarşı Uhud döyüşündə, Bədir döyüşündə və başqa yerlərdə nə qədər sənə inananların qətilinə səbəb olmuşam. Görən Allah məni bağışlayar. Görün möhtərəm qardaşlar, müsəlman belə olmalıdır. Müsəlman soruşmalıdır ki, Allahın rəhmət qapıları haradadır? Allahın rəhmət qapılarının genişliklərini bilməlidir. Baxın, insanlara rəhmət olaraq göndərilən Peyğəmbər ona necə cavab verir? Allah Teala Quran-ı Kerimdə buyurur: وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ Biz səni ey Muhammed insanlara və bütün dünyalara, aləmlərə rəhmət olaraq göndərdik. Peyğəmbər rəhmət olaraq göndərilməsəydi, biz bugün zülmətdə olardıq möhtərəm qardaşlar. Biz bugün küfür və şirk içində boğulub gedərdik. Bizlərin bugün müsəlman olmağımıza səbəb rəhmət olaraq göndərilən Peyğəmbər s.ə.v. Görün Peyğəmbər s.ə.v. Müslimin rivayət etdiyi hədisdə onu necə yönəldir? Ey Abdullah ibn Amr, ey Amr ibn al-As, sən bilmirsənmi ki, ya Amr ibn al-As, ələ tə'ləmu ənəl İslamə yəhdimu mə kənə qabləhu və ənəl hicrətə təhdimu mə kənə qabləha və ənəl həccə yəhdimu mə qabləhu. Sən bilmirsənmi, İslam özündən əvvəlkini silib təmizləyir. Sən bilmirsənmi ki, hicrət özündən əvvəlkini silib təmizləyir. Sən bilmirsənmi ki, həcc özündən əvvəlkini silib təmizləyir. Nə deməkdir bu möhtərəm qardaşlar? Əgər bir insan küfür içində olarsa, bir insan müşrik olarsa, kafir olarsa, bir insan günahkar insan olarsa, İslam'a girdikdə Allah onun bütün günahlarını bağışlayır kəlmə şəhadəti deməyi ilə. Əşhədu ən la ilahe illallah, əşhədu ənə Muhammedə Rasulullah kəlməsini deməyi ilə
o qədər günahları Allah bağışlayır, Allahın rəhmətinə bax. Əksinə, əgər müsəlman, yaxşı müsəlman olarsa, Allaha qapanarsa, şəriətin dəlillərini axtarıb, onunla həyat sistemini qurmağa çalışarsa, o günahlarının hamısını Allah savaba çevirir. Allah-u Teala Quran-ı Kərimdə buyurur, sizlərdən kim iman edib, yaxşı əməllər edərsə, biz onun etdiyi günahları da savaba çevirərik. فَاُولَٰئِكَ يُبَدِّلُ اللّٰهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللّٰهُ غَفُورًا رَحِيمًا. Furqan surasının axırıncı ayətlərində. Əziz və möhtərəm qardaşlar, deyir ki, İslam özündən əvvəlkini silir. Yəni, ey Amr, sən çox narahat olma, İslamdan əvvəl nə etmiş olursan ol. Təki ki, sən bugün peşman ol, İslam'a girmək istə və bil ki, Allah səni bağışlayacaq. Və eyni zamanda hicrət. Çünki o vaxt hicrət var idi. İslam'a girənlər Məkkədən Mədinəyə hicrət eləyirdi. Və kim hicrətdən qabağına günah eləmişsə, hicrətdən sonra o günahları da eyni zamanda bağışlanmış hesab olunurdu. Və üçüncü deyir ki, həc də özündən öncəkini silir. Yəni sən ey müsəlman, ey Allaha və axirət gününə inanan şəxs, əgər sən Allaha inanaraq, Allahın razılığını rica edərək bu torpaqlara qədəm qoymuşsansa, bilginən ki, haccı mənasını başa düşmüşsənsə, bilginən Allah sənin keçmiş günahların hamısını bağışlayacaq. Bundan əmin olmağın lazımdır. Əziz və möhtərəm qardaşlarım, həccin fəzilətini anladan kitab və sünnətdə dəlillər çoxdur. Lakin bu sizə qardaşınızın qısa bir tövsiyəsidir. Ona görə uzun danışmağa da ehtiyac yoxdur. Mən sizə dərsin əvvəlində qeyd etdiyim kimi, mən sizə dedim ki, əgər ibadət böyük olarsa, şeytanın rolu da böyük olur. Şeytan ilk yaradılışında hədəfi nədir? Bacardığı qədər insanlarla cəhənnəmi doldurmaqdır. Nə qədər bacarırsa ki, insanları doldursun cəhənnəmə, o qədər şeytan çalışır. Və bunu etməyi üçün Quran-ı Kərimdə and içir. Allah Teala deyir ki, فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ İllə ibadəkəl muxlasin. Sənin izzətinə and olsun deyir. Qulların hamısını çaşdıracam, hamısını azdıracam, hamısını zəlalətə sürüyəcəm. İxlaslı, sənin yolunda dürüst olan qullarından başqa. Çünki Allah Teala onun hiləsini boşa çıxardacaq imanlı insanlara qarşı. Elmli insanlara qarşı, mömin insanlara qarşı. Əgər sən mömin olsan, əgər sən Allah və Rasulü deyən kişi kim olsan, bilginən ki, Allah Teala səni şeytanın bütün hilələrindən qoruyacaq. Allah Teala möhtərəm qardaşlar, şeytanın nə olduğunu bizə başa salır. Ona görə sələflərdən biri deyir ki, İmam Həsən Basri, deyir, düşmənini tanımayan insan, dinini tanımamış insandır. Sən düşmənini tanımalısan. Allah Teala Quran-ı Kərimdə buyurur, İnnəş-şeytanə ləkum aduvun, fəttəxiduhu aduva. Həqiqətən şeytan sizin düşməninizdir. Onu özünüzə düşmən tutun. Başqa bir ayət Allah Teala buyurur, İnnəş-şeytanə ləkum aduvun mubinə. Şeytan sizin açıq-aşkar, gizli olmayan, tanıdığınız bir düşməninizdir. Başqa bir ayət Allah Teala buyurur, وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ. Şeytanın arkasıyla getməyin. Şeytana tabi olmayın. Şeytanın yoluyla getməyin. Niye möhtərəm qardaşlar? Ona görə Allah Teala bizlərə bu yollara girməməmiz üçün düz yol göstərib. Allah Teala Quran-ı Kərimdə buyurur, وَأَنَّ هَذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ. Allah Teala buyurur, bu sizə göstərdiyim mən İslam yoludur. Onunla gedin. Başqa yollara ayrılmayın, parçalanacaqsınız. Əziz və möhtərəm qardaşlar, biz bildikdən sonra ki, bu şeytandır, bizi cəhənnəmə sürtləmək istəyir. Bu da Allahın yoludur. Bunu bildikdən sonra necə bilə bilərik ki, bu şeytanın yoludur, bu Allahın yoludur? Sual burada lazımdır. Sən getdiyin yolun şəriətə uyğun olmadığını, şəriətə uyğun olub olmadığını, getdiyin yolun şeytanın yolu və yaxud Allahın yolu olduğunu nədən bilə bilərsən? Bunu vəhiy ilə bilə bilərsən. Bunu kitab və sünnətlə bilə bilərsən. Əməl etmək istədiyin, danışmaq istədiyin və bütün feillərindən öncə onların şəriətdə mövqeyini bilməyin, sənin doğru yolu seçməyin deməkdir. Əgər sən nə tər gəldi elə gedirsənsə, onda ola bilər ki,
sən heç getdiyin yer düzgün dərk edə bilmirsən. Əziz və möhtərəm qardaşlar, bizlər bugün müsəlman olaraq düşmənimizi gözəl tanımamız lazımdır. Düşmənimizi tanımamız gərəkir ki, hətta onun heyləsindən qutara bilək. Hətta onun toruna düşməyək. Hətta o bizə qazan quyuya düşməyək. Onun qurduğu zülmət palatqasının altında oturmayaq. Əziz və möhtərəm qardaşlar, İslam alimlərinin bir çoxları bizlərə bu yolları bəyan edibdir kitablarda. Bunlardan İmam İbn-i Qayyim rahiməhullah, Allah onun yerini Firdevs cənnət etsin, bizlərə bunu geniş şəkildə mübarək İğasətül Ləhvən kitabında qeyd eləyir. Deyir ki, şeytan çox insanlara 6 yoldan girişir. Bəzi rivayətlərdə, kitablarında 7 yoldan girişir. Lakin bunların hamısı yaxın mənadadır. Şeytanın ilk addımı, əziz və möhtərəm qardaşım, sən bu hacdaykən, başqa bir ibadətdəykən, harda olursan ol, dünyanın harasında olursan ol, şeytan səni ilk öncə küfrə və yaxud şirkə salmağa çalışır. Küfrə və yaxud şirkə salmağa çalışır. Nəyə görə səni küfrə və şirkə salmaq istəyir? Çünki bilir ki, kim küfür üzərə, kafir olaraq, müşrik olaraq bu dünyadan köçüb gedərsə, o insanın Allahın rəhmətindən payı yoxdur kəsinliklə. Qəti şəkildə. Allah Teala Quran-ı Kərimdə bizləri küfürdən və şirkdən çox ayətlərdə çəkindirir. Əksinə, Quran-ı Kərimin bütün ayətləri bizlərə küfrün və şirkin təhlükəli olmağını bəyan edir. Allah Teala Quran-ı Kərimdə buyurur, əziz və möhtərəm qardaşlar, Allah Teala bütün günahları bağışlayır, ona şərik qoşanlardan başqa. Başqa bir ayətdə Allah Teala buyurur, İnnehu men yüşrik billahi faqad harramallahu aleyhil cenne ve ma'vahun nar ve ma lizzalimin min ansar. Kim Allah'a ortak koşarsa, şərik koşarsa, kim müşrik olarsa, Allah ona haram eləyər cənnəti. Və onun gedəcəyi yer, oturacağı yer, olacağı yer cəhənnəm olacaq. Və orada onun köməkçisi olmayacaq. Yardımçısı olmayacaq, heç kəs ona yardım eləməyəcək. Budur şirkin və küfrün aqibəti. Sən küfrün və şirkin aqibətini bildikdən sonra tövhidin fəzilətini gözəl şəkildə dərk edəcəksən. Ona görə İbn Abbas radiyallahu anh deyir ki, şirk qarıcqanın dırnağından daha gizlidir. Sən əmin olma ki, sən şirkə düşməyəcəksən. Sən muvahhidsən, sən tövhid əhlisən. Sənə qəti şəkildə qorxu yoxdur. Heç vaxt. Bu qorxunun özü səndə imkan var ki, ehtimal var ki, səni şirkin özünə salsın. Baxın İbrahim aleyhissalam, Allahın dostu İbrahim aleyhissalam, əziz və möhtərəm qardaşlar, şirkə düşməkdən Allaha sığınıb. Allah Teala Quran-ı Kərimdə, Allah Teala bu hekayəni bizə İbrahim surəsində Quran-ı Kərimdə anlatmaqdadır. Və cunubni və bəniyyə ən na'budəl asnam Rabbi innəhunne adlalne kəsiran minənnəs. Ey Rəbbim, məni və zürriyyətimi bu bütlərə ibadət etməkdən qoru. Qorxurdu ki, bütlərə birdən sitayiş eləyər. Qorxurdu ki, övladları birdən bütə ibadət eləyər. Və deyir ki, həqiqətən bu bütlər, həqiqətən bu tağutlar, Allah'tan qeyri ibadət olunanlar çox insanları azdırmışdır deyir. İbrahim aleyhissalam qorxurdu möhtərəm qardaşlar şirkə düşməkdən. Peyğəmbər sallallahu əleyhi və səlləm də qorxub şirkə düşməkdən. Əziz və möhtərəm qardaşlar, Peyğəmbər sallallahu əleyhi və səlləm şirkə düşməkdən qorxub. Ayşə radiyallahu anhə deyir, bir gün gecə yatarkən Peyğəmbər sallallahu əleyhi və səlləmə baxdım ki, yanımda yoxdur deyir. Əlimlə deyir axtarmağa başladım, əlim deyir ayağına dəydi. Baxdım ki, Peyğəmbər sallallahu əleyhi və səlləm səcdədədir. Nə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm səcdədədir? Deyir, eşitdim ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Ya muqallibəl qulub, səbbit qalbi alə dinik." Ey qəlbləri çevirən, qəlbimi İslamda sabit eylə. Sən əmin olma ki, sən şirkə düşməzsən. Sən əmin olma ki, şirki bildin və salam, xeyr. Peyğəmbər sallallahu əleyhi və səlləm qorxduğu bir təhlükəli bir durumdan sən daha haqlısan ki, 1000 dəfə qorxasan. Əziz və möhtərəm qardaşlar, şeytanın ilk hiləsi budur. Adəm övladını küfrə salmaq, Adəm övladını şirkə salmaq. Ona görə biz bunu bildiyimiz halda bizim hamımıza vacibdir ki, bilək ki, İslam dinində küfür nədir, şirk nədir, tövhid nədir? Bunu dəlillə bilməmiz gərəkir, avam olaraq təqlidlə yox. Dəlillə bilməmiz lazımdır. Çünki əgər dəlillə bilməsək, təhlükə var ki, biz ona düşək. İkinci möhtərəm qardaşlarım,
şeytanın səni salmaq istədiyi ən böyük günah şirkdən sonra o da bidətdir. Nəyə görə bidətdir? Çünki bidə ilm əhli deyir ki, bidət eləyən insan tövbə eləmir. Allah ona tövbə nəsib eləmir. O insan bidətliyi, bu bidəti dindən olur və bunun üzrə həlak olub gedir. Ona görə dinə yenilik gətirməkdən qorx ki. Gətirdiyin Peyğəmbər s.ə.v deyir ki, İmam Buxarinin rivayət etdiyi hədisdə Əd-dəllu aləl xeyri kəfailihi, xeyrə yönəltən onu etmiş kimidir. Hədisin əks mənası nədir möhtərəm qardaşlar? Şərə yönəldən onu etmiş kimidir. Əgər sən bidət gətirərsənsə, günah qazanarsan. Qiyamət gününə qədər sənə tabi olan bütün insanların günahından da sənin payın var. Ona görə sən qorx ki, dinə yenilik gətirməkdən. Dində olmayan bir şey etməkdən və deməkdən, etməzdən və deməzdən qabaq öyrən ki, dediyin şeyin, etdiyin şeyin görəsən dində əsli varmı? Əziz və möhtərəm qardaşlarım, əgər iblis, əgər şeytan və onun qoşunu Adəm övladını bu iki günaha salmaqdan aciz olduğu zaman qarşısındakini görür ki, Allaha inanan bir şəxsiyyətdir, elmi var, savadı var, şirkdən, küfürdən uzaqdır, tövhid əhlidir və bidətləri yaxşı tanıyır. O zaman üçüncü pilləni qoyur. O zaman üçüncü mərhələdən hücum edir. Səni böyük günahlara salmağa çalışır. Və çalışır ki, sən böyük günahlar etdiyin zaman qəflətdə olasan. Yəni, o etdiyin günahını xatırlamayasan. Necə ki, sələflərdən biri deyir ki, insan günah etdiyi zaman qəflətdə olur. Çünki qəflətdə olmasa o günah etməz. Yəni, böyük bir günahı etmək istəyəndə şeytan sənin fikrini yayındırır. O günahın təhlükəsini, o günahın aqibəti haqqında olan dəlilləri, məsələləri sənə unutturur ki, hətta o günaha girəsən. Ona görə şeytan üçüncü mərhələsi səni böyük günaha salmağa çalışar. Və bəzən sənə vəsvəsə verər ki, sən xeyr içindəsən. Heç etdiyin bu böyük günah deyil. Sən bir çevrəmə baxsana, insanlar küfür, şirk içindədir. Sən əlhəmdülillah namaz qılırsan, nə olar bu günah ilə? Allahın rəhməti böyükdür. Bəli, Allahın rəhməti böyükdür. Eyni zamanda Allahın əzabı da şiddətlidir. Əziz və möhtərəm qardaşlar, Allah Teala Quran-ı Kərimdə buyurur: İn tectenibu kebaira ma tunhauna anhu nukaffir ankum seyyiatikum ve nudkhilukum cennetin tecri min tahtiha al-anhar. Eğer siz böyük günahlardan çəkinərsinizsə, biz sizin günahlarınızı, yerde qalan günahlarınızı bağışlayarıq və ağacılar altından çaylar axan cənnətə daxil eləyərik. Eğer şeytan mümin insanı böyük günaha sala bilməzsə, salmağından aciz qalarsa, onda o zaman sənə kiçik günahlar etdirməyə çalışar. Və sənə deyər ki, heç nə olmaz. Kiçik günahdır. Namazlar arasında bağışlanır. Dəstəmaz aldıqda son damcısında, son damlasında həmən günah silinir. Bəzən möhtərəm qardaşlar, diqqətli olun. Şeytan bəzən insanı ibadətə yönəldir. Bəzən insanın qolundan tutub aparır ibadətə. Əgər o ibadətlə səni böyük ibadətdən yayındırırsa, bəzən sənə deyə bilər ki, bu günah kiçikdir. Elementar bir günah deyil, bunun etkinə zərəli yoxdur. Və sənə hədisi xatırladar ki, Peyğəmbər s.ə.v deyir ki, namazla namaz arası olan kiçik günahlar kəffarədir. Və deyir ki, sən bu günah elə qarşı namazda ki, Allah günahını bağışlayacaq. Və yaxud dəstəmiz alacaqsın, Allah günahını bağışlayacaq və salam. Allah kərimdir. Əziz və möhtərəm qardaşlar, Allah bizim üçün ibrət olası çox şeylər yaradıb. Əgər biz dərk elə bilsək, o gördüyünüz uca dağların hamısı bir daş deyil. O dağların hamısı xırda torpaqlardan, xırda daşlardan, qumlardan ibarətdir. Ona görə bir toplum insanlar məhşər meydanına gələndə arxasında dağlar görəcək. Günahlar dağları. Kiçik günahlardan toplanmış dağlar. Ona görə möhtərəm qardaşlar, əgər bir şey küçük olarsa, sonra dağ halına çevirərsə, onu əritmək və götürüb atmaq çətin olar. Hər düşən Peyğəmbər s.ə.v buyurur ki, Adəm övladının etdiyi hər günah onun qəlbinə qara bir nöqtə salır. Qara bir nöqtə. Günahkar insanların qəlbi ona görə qapqaradır. Və hər günah səni xeyr əməldən yayındırır. Ona görə biz bugün də möhtərəm qardaşlar, ona görə xeyr əməllərdə yarışa bilmirik. Günahların ucbatıdır hamısı. Hamısı günahlardır buna səbəb. Çünki İbn-i Qayyim rahimehullah deyir ki, sələflərin hamısı icma edib ki,
günahkar insanlar deyir, ibadətdə səhlənkar olurlar. Onlarda rəğbət olmur xeyir əməllərdə yarışmaqda. Günah insanı sındırır, əziz möhtərəm qardaşlar. Ona görə günahı kiçiltməmək lazımdır. Necə ki, sələflərdən biri deyir ki, sən günahın kiçikliyinə baxma, asi olduğun böyüklüyünə bax ki. Əziz və möhtərəm qardaşlar, əgər şeytan bu dəfədə müsəlmanı yoldan çıxarda bilməzsə, bu dəfədə onu öz toruna sala bilməzsə, onda o zaman mübah olan, halal olan şeylərlə girişir ona. Nə deməkdir mübah olan şeylər? Mübah olan şeylər odur ki, əziz və möhtərəm qardaşlarım, sənə deyir ki, yatmaq halaldır, mübahdır. Allah Teala deyir ki, biz sizi gecəni yaratdıq ki, siz yatasınız, istirahat eləyəsiniz. Yata bilərsən. Amma sənə nə deyir? Deyir, yatqınla zərəli yoxdur. Yatırsan səhər namazında kimi, sadə baxırsan, fəcr namazına oyanırsan, 10 dəqiqə qalıb. Şeytan deyir, ey Allah sağ kömək olsun, o hala 10 dəqiqə var. Durub nə inəcəksən? Biraz daha yatqınla, heç nə olmaz. Yatırsan, mübahdır deyib yatırsan, halaldır. Bir də qalxırsan, görürsən günah çıxıb. Yemək halaldır. Oturursan yeməyə, iştahın açılır. Ye həyi, qarın dolur. Üstdən də su içirsən, namaz vaxtı olur. Deyirsən, biraz narahatam, istirahat eləyim, sonra gedərəm inşallah. Bir də baxırsan, iqamə olunur. Hara gedir sünnət namazları? Hara gedir namaza hazırlıq? Harada olur xuşu, fərz namazında? Mübah olan şeylərlə bəzən insanları yayındırır. Əgər bunu da bacarmazsa, şeytan fəzilətli əməllərdən səni yayındırar. Yəni, iki fəzilətli əməl olarsa, onun kiçik alçaq, yəni aşağı fəzilət ki, aşağıda olanı sənə etdirər. Əziz və möhtərəm qardaşlar, bayaq mən sizə dedim ki, şeytan bəzən itaət adama yardım eləyir. Həmin bunun da, həmin məsələnin irtibatı var. Siz bilirsiniz o nəfər ki, bir gün əlini başını geyinir, çimir, qusul alır, təmizlənir, cümə namazına gedir. Gedərkən şeytan bunu pillə vurur, yıxılır. Qalxır, üstü başı batıb, palçıq olur. Şeytan deyir ki, Allah kərimdir, bu dəfə getmə. Gələn cümə gedərsən, üstün batdı, neyini? Sən gedirdin. Niyyətin var idi, Allah niyyətinə görə verdi. İnsan deyir ki, xeyr, mən bu yola çıxmışamsa geri dönməyəcəm. Bu yola çıxmışamsa gedəcəm. Gedir, paltarını dəyişir, bir də gəlir. Yenə şeytan onu yıxır. Və həmin vəsvəsə gəlir. Üçüncü dəfə oradan keçəndə ehtiyat eləyir yıxılmağa. Şeytan qolundan tutur, birdən yıxılarsan. Yavaş-yavaş aparır, bunu məscidə salır. Gedəndə deyir ki, çox sağ ol, təşəkkür edirəm. Mən nəyə görə məni qolundan tutun, gətirdim bura? Deyir, bırax başını, heç nə olmaz. İbadət ver aynən. Deyir, yox, bilmək istəyirəm. Sən yaxşı adamsan. Deyir, mən yaxşı adam deyiləm. Mənim başıma müsibət açdın, deyirsən. Deyir, birinci dəfə sən yıxıldın, üstünü başını Allah üçün getdin, səbr elədin, dəyişdin, niyyətini dəyişmədin. Allah deyir, sənin ailəni hidayət elədi. Səndə görülən bu cəsarəti ixlasa görə. Deyir, ikinci dəfə səni yayındırmaq istədim, səbr elədin, Allah kəndi hidayət elədi. Deyir, qorxdum ki, üçüncü dəfə eləyirəm, bütün dünya müsəlman olar. Yaxşı odur, gəl namazını qıl yine. Herkes öz işində olsun. Bəzən sənə yardım eləyir. Bəzən səni fəzilətdən yayındırır. Ehtiyatlı olmalısan. Sənin həqiqi düşmənin tanımalısan. Hətta bu düşmənin sənə qurduğu hiylələrlə canını qutara biləsən. Hətta onun çənginə keçməyəsən. Əziz və möhtərəm qardaşlarım. Sizlərə sözümüz hamısı hacla ilgili olan söhbətlərdir. Bu hilələrdən qutarmaq üçün müsəlman nə etməlidir? Sualın özünü gətirir. Bəyən, sən həccə gəldikdə və yaxud başqa ibadətlərdə olduqda və yaxud ölkəndə olduğun zaman bu hilələrdən necə qutara bilərsən? Əziz və möhtərəm qardaşlarım, bu hilələrdən bu dediyim şeylərlə qutara bilərsən. Birincisi, elmə qapanmaqla qutara bilərsən. Tövhidi lazımi şəkildə bilməklə qutara bilərsən. Tövhidə xələl gətirən bütün əməllərdən və sözlərdən xəbərin olmaqla qutara bilərsən. Və eyni zamanda əməllərin hamısında ixlası rica etməklə qutara bilərsən. İxlas, əziz və möhtərəm qardaşlar, müsəlman bütün əməllərində ixlaslı olmalıdır ki, hətta etdiyi əməllər də, sözlər də onun xeyir dəftərinə yazılsın və tərəzisinin üstünə qoyulsun. Sənin arzun bu olmalıdır. İlk addımında sən bura gəlib miqatı keçdikdə niyyət eləməməlisən ixlası. Əksinə evindən çıxdığında bunu niyyət eləməlisən ki, hər attığın addım keçirdiyin saniyə belə sənin xeyir əməl sağ tərəfində olan kitabına yazılsın. Hətta əziz möhtərəm qardaşlar,
İhlasın böyüklüğüne bak. Peygamber sallallahu aleyhi ve sellem Ebu Hureyre'nin rivayet ettiği hadiste buyurur. Peygamber sallallahu aleyhi ve sellem Abdullah ibn Amr ibn As'ın hadisinde buyurur. Hadisi İmam Bukhari ve Müslim rivayet edilir. Der inneke len tunfika nefakaten tebtagi biha vechallah illa ucirte aleyha hatta ma tec'aluhu fi imraatik. Allah üçün diye, Allah rızası üçün verdiğin bütün sedeke, bütün mal, mülk hamısında sənə savab yazılır. Hətta zövcəyin, həyat yoldaşının ağzına qoyduğun loxma belə. Bizler bugün bunu dərk elə bilirik əziz qardaşlar. Görün Allah'ın rəhməti nə qədərdir. Mübah olan şeyi Allah Teala sənə savab yazır. Sənin üçün savab eləyir, mübah olan bir şey. Yani bir insan zövcəsinin ağzına nəsə bir loxma yemək qoyur. Eğer sen bu qoyuşunda, bu hərəkətində Allah rızasını istəyirsənsə və zövcəyə itaətə yardım olmaq istəyirsənsə, ortanızda məhəbbətin genişməsini istəyirsənsə, senin bu əməlini Allah ibadət olaraq yazır. Sen yemək yersənsə ki, Allah'ın ibadətdə, Allah'a itaətdə, taqətin, gücün, qüvvən olsun. Senin bu yediğin loxmaların Allah qarşısında ibadət olar. Sen başını yatmağa qoyduqda, niyetin olarsa ki, yatıp istirahat edəsən ki, Allah'a ibadette möhkəm olasan, senin yatışın Allah ibadet sayır. Senin yatışın Allah katında ibadet olur. Əziz ve möhtərəm kardeşler, vücudunuzda yerleşen bir parça əti ıslah etmək lazımdır. Hamısı ona qayıdır. Bir parça əti, hansı ki Peygamber sallallahu aleyhi ve sellem buyurur, eğer bu bir parça ət ıslah olunarsa, bütün beden ıslah olunar. Eğer bu bir parça ət xarab olarsa, eğer bu bir parça ət fəsad olarsa, onda bütün beden fəsadlaşar, xarab olar. Bu qəlbi ıslah etmək lazımdır. Əziz və möhtərəm qardaşlar, həcə gəldikdə insan eyni zamanda həccin bütün əhkamlarından xəbər olmalıdır. Sən bilməlisən, həccin rükunları nədir? Həccin vacibləri nədir? Həccin sünnətləri nədir? Və hansını tərk eləyənin cəzası və mükafatı nədir? Əgər sən bunu bilməsən, sənə vacib olan bir şeyi tərk etmiş olursan. Çünki elm iki yere bölünür der elm ehli. Vacib olan elm, müstehab olan elm. Vacib olan elm hansıdır? Hansı ki o ibadet sana vaciptir, o zaman onu öğrenmek sana vacib olur. Eğer bir insanın malı pulu yoktursa, o zekatın ehkamlarını bilmesi onun için vacip değil. Ama malı olduysa, mütləq ona vacibdir zekatın ehkamlarını öğrensin. Bir insan həcə gelmirsə, gelmeye imkanı yoktursa, vacib değil həccin ehkamlarını öğrensin. Eğer həcc etmeye niyet ettisə, onda o zaman vacibdir. Onda o zaman vacibdir ne? Həccin əhkamlarını öğrensin. Bu vacib olan ibadeti kim bura geldikdə niyetli olarsa, terk eləyərsə, bir vacibi terk etmiş olur. Möhtərəm qardaşlar, bir şeye dikkat edin. Bu bir şeyde vacibi terk etmiş olur. Ama bundan da daha təhlükəli bir şey var. Onu nəzərinizə çatdırmaq istəyirəm. Bugün yeryüzünde fitne fesat çoktu, yoksa emin amanlıq? Cevabı sizden istəyirəm. Fitne fesat çoktu, yoksa emin amanlıq? Fitneden çekinmək vacibdir, yoksa sünnet? Fitneden çekinmək vacibdir, yoksa sünnet? Vacibdir. Bəyəm, gəlin biz bugün fitneleri bilirik nedir? Biz bilirik ki insanı İslamdan çıkardan şeyler nedir? İnsanın ahiretini qaraldan şeyler nedir? Biz bilirik ki insanın qəlbini fəsada çeviren şeyler nedir? Bilmirik. Neyi gösterir? Bunu bilməmiz hamımıza vacibdir. Bunu bilməsək vacibi tərk eləmiş oluruq. Əziz və möhtərəm qardaşlar, eyni zamanda həcə gələn bir kimsə mütləq və mütləq gözəl əxlaq sahibi olmalıdır. Başqaları ilə gözəl davranmalıdır. Peygamber sallallahu aleyhi ve sellem Sa'd ibn Abi Waqqas radıyallahu anhu Peygamber sallallahu aleyhi ve sellem rivayet eləyir. Der فَمَنْ أَحَبَّ أَنْ يُزَحْزَحَ عَنِ النَّارِ وَيُدْخَلَ الْجَنَّةِ فَلْتَأْتِهِ مَنِيَّتُهُ وَهُوَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيَأْتِ إِلَى النَّاسِ كَمَا يُحِبُّ أَنْ يُؤْتَى إِلَيْهِ. Hadisi İmam Müslim rivayet edeyim.
Sa'd ibn Abi Waqqas radıyallahu anhu deyir ki, hökmü marfu olaraq Peyğəmbər s.ə.və qaldıraraq, deyir, kim cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil edilmək istəyirsə, Allahla ölüm gəldikdə Allah'a və axirət gününə inanmış halda Allahla qarşılaşsın. Kim cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil edilmək istəyirsə, o insan Allahla ona və axirət gününə inandığı şəkildə qarşılaşsın və özü davranılmaq istədiyi kimi başqaları ilə davransın. Bugün bizim hamımız xidmət olunmaq istəyirik. Bugün hamımız yardım axtarırıq. Görəsən biz bugün kiməsə xidmət etməyi, kiməsə yardım etməyi düşünürükmü? Əxlaq möhtərəm qardaşlar. Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Buxarinin və Müslimin rivayət etdiyi hədisində buyurur. Əxlaq sahibi gözəl əxlaqı ilə gündüzləri oruç tutub, gecələri namaz qılan kimi savab qazanır deyir. Başqa bir hədisdə, baxın əziz və möhtərəm qardaşlar, Ayşə radiyallahu anhədən soruşurlar, Peyğəmbər sallallahu aleyhi ve sellem əxlaqı nə idi? Kənə xuluquhu Qur'an. Peyğəmbərin əxlaqı Qur'an idi. Əziz və möhtərəm qardaşlar, əxlaq nə deməkdir? Əxlaq nə deməkdir? Əxlaqın İslam dinində xüsusiyyəti var. Bunu sizlərə çatdırmaq istəyirəm özəl şəkildə. Baxın, bəzi insanlar əxlaqla İslamı qarışdırır. Elə bilir ki, bir insan imanlı oldu, elmli oldu, hər şey onun içində olur. Xeyr. İnsan elmli ola bilər, imanlı ola bilər, taqva sahibi olar, ibadət əhli ola bilər, amma ola bilsin əxlaqı kördür. Ola bilsin əxlaqı yoxdur. Əxlaq başqası ilə xeyr üzrə davranmaq deməkdir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisdə buyurur, İzə ətəvkum mən tərdavuna dinəhu və xuluqahu fəzəvvicuhu. Deyir, sizdən gəlib biri qızınızı istəyərsə, elçi gələrsə, əgər dinindən və əxlaqından razı qaldığınız kəs olsa, evləndirin. Peyğəmbər sallallahu niyə əxlaqı xüsusiləşdirir, möhtərəm qardaşlar? Dinə şamil deyil bəyən, şamildir. Amma Peyğəmbər sallallahu əxlaqı xüsusiləşdirilir ki, bəzən insan ibadət əhli ola bilər, elm əhli ola bilər. Necə lazım da ola bilər, amma əxlaqı kör ola bilər. Əxlaq çatışmamazlığı ola bilər. Ona görə cəmiyyətdə müsəlmanların gözəl əxlaqa ehtiyacı var, əziz və möhtərəm qardaşlar. Gözəl əxlaqa ehtiyacı var. İstərsən Allahla, istərsən dostlarınla, istərsən öz ailənlə, öz zövcənlə, öz övladlarınla, bütün dostlarınla, hər yerdə sən İslami əxlaqını göstərməlisən. Peyğəmbər sallallahu aleyhi ve sellem bir çox yerlərdə gözəl əxlaqı ilə dəvət eləyirdi. Heç danışmırdı da. Sadəcə gözəl əxlaqı ilə. Əziz və möhtərəm qardaşlar, həmçinin həccə gələn insan mütləq və mütləq bilməlidir ki, həccin mənalarından biri Allah Taala'nı zikr etməkdir. Allahı zikirlə ucaltmaqdır. Bizlər bütün əməllərimizi etdikdə hamısında qəsdimiz Allahı zikr etmək olmalıdır. Sadəcə. Bizlər gedirik, daş atırıq. Orada biz şeytanı daşlamırıq. Peyğəmbər s.ə.v bəyan edib ki, deyir orada daş atmaq, Allahın zikrini ucaltmaq deməkdir. Sən orada etiqad eləmə ki, sən şeytanı vurub başını yarırsan, çıxıb gözünü çıxardırsan. Xeyr, sən bu atdığın həsalarla, bu xırda daşlarla Allahı zikr edirsən. Əziz və möhtərəm qardaşlar, mütləq bu günləri biz ibadətlə, zikirlə, dua ilə keçirməliyik. Allah Teala Quran-ı Kerim'de buyurur: وَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ اِنَّ الَّذ۪ينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ. Allah Teala der ki, onlara de ki mənə dua etsinlər, dua. Çağır Allah'ı. O kəslər ki mənə dua etməkdən, məni çağırmaqdan çəkinərlər, təkəbbürü eləyərlər, cəhənnəmə zəlil olaraq girəcəklər deyir Allah Teala. Başqa bir ayətdə Allah Teala buyurur: وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Ey Muhammed! Kullarım ey Muhammed, kullarım, eğer məni soruşarlarsa səndən, onlara xəbər ver ki, mən onlara çox yaxınam. Və onların etdiyi dualarını qəbul edirəm. Duada səsini qaldıran birini Peyğəmbər s.ə.v eşidir. Səfərlərinin birində deyir ki, sən eşitməyən uzağı birini çağırmırsan. Sən çağırdığın sana atın yüyənindən daha yaxındır deyir.
səsini aşağı sal ginən. Bizə yaxın olan Rəbbimiz, möhtərəm qardaşlar, bizdən onu çağırmağımızı istəyir. Daima, hər zaman, xüsusən də bu mübarək günlərdə, bu mübarək məkanlarda, baxın Allahın rəhmətinə, bizlər bugün 2 nəfər, 3 nəfər dalbadal bizdən bir şey istədikdə biz onu əsəbləşirik. Amma Allahdan istəməyəndə Allah əsəbləşir bizlərə. İstəməliyik Allahdan. Hətta Ayşə radiyallahu anh'a deyir, itirdiyiniz ayaqqabını da Allahdan istəyin. İtirdiyiniz ayaqqabını. Subhanallah, Umar ibn Xattab deyir ki, mən onun qəmini, qüssəsini daşımıram ki, mənim duam qəbul olur, olmur. Onun qəmini, qüssəsini daşıyıram ki, görəm mən dua eləyə bilirəmmi? Duaya muvaffaq olurammı? Əziz və möhtərəm qardaşlar, bizlər bugün çox şeylərdə vaxtımızı itiririk. Çox zamanlarda vaxtımızı itiririk. Faydasız yerə. Televizorun qabağında oturanda saatlarla dünyamız və axirətimiz üçün faydasız şeylərin qabağında vaxtlarımızı keçiririk. Yollarda oturanda, söhbətlərə qoşulanda və s. kimi şeylərdə. Heç olmasa başqa günlərdə zikir etmədiyimiz üçün ən azından çalışmalıyıq. Bu fürsətdən istifadə eləyək. Çünki burada heç kəs ticarət üçün oturmayıb. Heç kəsin başqa səbəbi, məqsədi yoxdur. Əgər sən də gəlib burada yeməklə, içməklə, söhbətlə, yatmaqla vaxtını keçirsən, onda özünə sual ver ki, sən nə zaman Allaha dua edəcəksən? Sən nə zaman özünü tərbiyə edəcəksən? Nə zaman Allaha yaxınlaşacaqsan? Əziz və möhtərəm qardaşlarım, həmçinin həcə gələn insan şeytanın hilələrindən qorunmaq istəyirsə, mütləq salih insanlarla oturub durmalıdır. Allahdan qorxan insanlarla oturub durmalıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, kişi dostunun dinində olar. El-mer'u ala dini xalilihi felyanzur ahadakum limen yukhalil. Kişi dostunun dinində olar. Sizdən biri baxsın ki, kiminlə dostluq eləyir. Əziz və möhtərəm qardaşlar, salih insanlarla oturub durmaq, Allahdan qorxan insanlarla oturub durmaq, ibadət əhli, elm əhlinin oturub durmaq, səni ibadətə cəsarətləndirir. Səndə rəğbət meydana gətirir ki, ibadət edəsən, dua edəsən, elm öyrənəsən və sənə xatırladır. Ona görə sələf-ü salih hər zaman həccə gələndə dostlarını alimlərdən seçməyə çalışarlardı. Dostlarını ibadət əhlindən seçməyə çalışarlardı ki, hətta bura gələndə şeytanın toruna düşməsin deyə. Əziz və möhtərəm qardaşlar, dost məsələsi tam başqa bir mövzudur. Bizlərin, müsəlmanların bütövlüyü, xüsusən də gəncləri bu məsələyə diqqət yetirmək lazımdır. Ona görə mən hamıya tövsiyə edirəm ki, elm əhli tapdıqda dost məsələsi haqqında çox soruşun. Dost sənə yardım eləyir, salih dost sənə kömək eləyir. İbadət etməyə, Allah'ı zikr etməyə, bilmədiyini öyrənməyə Peyğəmbər s.ə.v buyurur, El-muslim axil-muslim, müsəlman müsəlmanın qardaşıdır. Allah Teala buyurur, innəməl müminuna ixva, müminlər qardaşdırlar. Başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur, müsəlman müsəlmanın güzgüsüdür. Nə deməkdir güzgüsüdür? Sən onun qabağında durub demirsən, mənim saçım qəşəngdir. Onun qabağında demirsən, mənim görüşüm nətərdir. Xeyr, güzgü odur ki, sən səhv yola getdikdə sənin qolundan tutub çəkir. Səni qoymur xatalara girəsən, həqiqi dostluq budur. Sənin ən əziz dostun bilirsənmi kimdir? Səni cəhənnəmdən xilas etməyə çalışan. Ən əziz dostun budur. Dostluq məsələsinin əhəmmiyyətini Peyğəmbər s.ə.v bizlərə çox hədisdə buyurub. Çünki əgər müsəlmanlar arasında dostluq, müsəlmanlar arasında məhəbbət çoxalarsa, bu məhəbbətin, bu dostluğun müsəlman ümmətlərinin güclənməsinə səbəb olur. Peyğəmbər s.ə.v buyurur, sizdən birinizin la yu'minu ahadukum hatta yuhibba li akhihi ma yuhibbu li nafsihi. Hədis İmam Buxari və Müslim rivayət edib. Sizdən birinizin imanı kamil olmaz özünə istədiyini qardaşına istəmədikcə. Ona görə əgər bir qardaşın özünə istədiyini sənə təmənni edirsə, sənə arzulayırsa, onda bilginən sənə ondan heç vaxt zərər gəlməyəcək. Heç vaxt. Ən yaxşı dost budur. Necə ki, elm əhli deyir ki, dostlar bir neçə növə bölünür. Lakin həqiqi dost bu cür olan dostdur. Dostların ola bilər, ya malına görə, ya puluna görə, ya vəzifəna görə, ya ailəndə bir gözəl qadın varsa ona görə gəlib gedir və s. kimi. Bunların hamısı o səbəb olmadıqda ilk öncə səni tərk edən şəxslərdir. Əgər puluna görə səndən dostdursa, bugün kasıbladın, pulun olmadı, səni ilk dəfə o tərk edəcək. Çünki sənə onu bağlayan şey yoxdur bugün. Əgər vəzifəndirsə, həmin şeydir.
Eğer ailende olan zövcədir, bacıdır, anadır, qadın ona göre gelirse bu şer insan, olmayanda yine gelmeyecek. Ama seni Allah için seven insan, bu sevməyində Allah'ın ərşinin kölgəsində durmaq istəyən insan, Peyğəmbər sallallahu aleyhi ve sellem'in qardaşlıq hədisini, dediği hədislər tətbiq eləmək insan heç vaxt sənə zərər verməz. Heç zaman. Ona görə əziz möhtərəm qardaşlar, daima salih insanlarla oturup durmağa çalışmalıyıq. Allah'tan qorxan insanlarla durmaq çalışmalıyıq. Hətta şeytanın bayaq keçən hilələrindən özümüzü qutara bilək. Sonuncu həcə gəlmək istəyən insanın bilməsi və etməsi gərəkdirən sonuncu sizlərə demək istədiyim əməl də möhtərəm qardaşlar, mütləq hər hacı, hər həcə gələn insan dostuna qarşı daha yumşaq olmalıdır. Ona dostundan baş verən sərtliyə, bərtliyə, nə bilim, əxlaqsızlığa təhəmmül göstərməlidir. Çünki əgər qarşılıq versən, ehtimal var ki, sənin həcənə xələl gətirsin. Ehtimal var ki, sənin savabın az ola. Amma sən burada təhəmmül eləsən, eyni zamanda həm özünü islah eləmiş olursan, həm də savab qazanırsan. Və bu dairədən mütləq və mütləq qardaşını islah etməyə çalışmalısan. İmkan vermə dostun günaha girsin. İmkan vermə. Bu haccın həqiqi mənasıdır. Əziz və möhtərəm qardaşlar, sizlərə son mövzu olaraq bu haccın bizə ən böyük nəyi başa saldığını sizlərə xatırlatmaq istəyirəm. Biz bir neçə gün öncə hamımız eyni paltardaydıq. Hamımız eyni torpaqda, eyni zamanda eyni ibadətlər elirdik. Bu bizə ahirət gününü xatırladır möhtərəm qardaşlar. Biz burada olduğumuz zaman aramızda ola bilsin böyük vəzifəli insanlar var idi. Ola bilsin varlı insanlar var idi. Ola bilsin güclü insanlar var idi. Amma heç kəs bura kostyum şalvarla gəlmədi. Heç kəs burada deyil, gedib 5 ulduzlu oteldə oturmadı. Hamı burada başı açıq, ayağı yalın. 2 ağ paltarda, ehram paltarında. Və bu yerlərdə, bu məkanlarda, bu zamanda burada olması bizə ahirət, Arasat gününü xatırladır möhtərəm qardaşlar. Əsas ibrət budur, bütün haccın mənası budur. Əgər sən buradakı oluşunda, bu qədər insanın bu paltarda, bu durumda oluşu sənə ahirəti xatırlatmadısa Allahın qarşısında duracağın günü, onda bil ki sən əsla istifadə edə bilməyən kəslərdənsən. Əziz və möhtərəm qardaşlar, siz baxırdınızmı insanlar Arafatda nə cür idilər? Arafatdan Müzdəlifəyə döndükdə insanlar nə tər axım-axım, hamı axışırdı. Heç kəsə baxmırdı. Heç kəs maraqlandırmırdı. Hamı sadəcə qarşısında gedəcəyi yer haqqında düşünürdü. Onu heç nə maraqlandırmırdı. Kimdən qolundan tutub nəsə soruşmaq istəyəndə səndən tez müddətdə uzaqlaşmaq, canını qutarmaq istəyir. Çünki sənin onun vaxtı yoxdur. Ahirət günü bizi bunların hamısı, mənim əziz qardaşlarım, bizlərə ahirəti xatırladır. Arasat meydanında toplanacağımız günü xatırladır. İmam Buxarinin rivayət etdiyi hədisdə Peyğəmbər s.ə.v buyurur: Yəcmə'allahul əvvəlinə vəl-əxirinə fi sa'idin vahid. Allah Teala bütün əvvəlkiləri və sonra gələnlərin hamısını bir torpaqda cəm edəcəkdir, deyir Arasat günündə. Məhşər meydanında. Adəm aleyhissalamdan dünyadan son köçən insana qədər hər kəs bir torpaqda. Möhtərəm qardaşlar, bu uzun silsilə, bu uzun dövrün içində neçə peyğəmbərlər, neçə siddiqlər, neçə şəhidlər, neçə cür tayfalar gəlib keçmişdir. Bu dünyadan köçmüşdür hamısı. Amma Arasat meydanında, məhşər meydanında onların hamısı bir torpaqda olacaqlar. Hamısı bir torpaqda olacaqlar. Kiminsə orada xüsusi ağacı, kiminsə orada xüsusi binası olmayacaq. Heç kəsin əlaməti olmayacaq. Hamı orada istər varlı olsun, istər kasıb, istərsən vəzifə sahibi olsun, istərsən aşağı təbəqədən olsun, istərsən güclü, istərsən zəif, istərsən qadın, istərsən kişi. Hər kəs orada eyni səviyyədə bir yerdə toplanmış olacaqlar. Necə toplanmış olacaqlar möhtərəm qardaşlar? Bəyən, yaxşı paltarlar geyinib toplanmış olacaqlar. Gözəl kölgələr altında toplanmış olacaq. Nə tər olacaq durumları? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur: Yuhşaruna hufaten, uraten gurla. Buxarinin rivayət etdiyi hədisində. O gün insanlar ayaqları yalın, sünnətsiz və çılplaq şəkildə hamısı həşr olunacaqlar.
Sen ayağın yalın olacak, ayakkabısız. Ayağı yalın. Necə ki bugün ayağı yalın gəzirsən, gəzirdin ihram paltarında. Senin bedenini örten paltarın olmayacak. İstersen kasıb ol, istersen varlı ol yine. Bu dünyanın kralı ol yine, Allah sana orada nasip eləmeyecek paltar giyinesen. Lüt olacaksan ve anadan doğulmuş sünnetsiz uşaq kimi həşr olunacaksan. Peygamber sallallahu aleyhi ve sellem bize bunu belə beyan edir aziz kardeşlerim. Ayşe radıyallahu anha bizler təəccübləndiği kimi o da təəccüblənib. Der ya Resulallah, məhşər meydanında kadın kişiye, kişi kadına bakmayacak mı? Bugün boşluktan, elimsizlikten, imansızlıktan küçede gezen yarı çılbak kadınlara herkes bakır. Allah rəhm edənlərdən başka. O gün yarı çılbak yok, herkes lüt olacak. Ama hiç kese bakmayacak. Ayşe der ya Resulallah, o gün bu insanlar birbirine bakmayacak mı? Peygamber sallallahu aleyhi ve sellem başına aşağı tikir. Der ey Ayşe, hayır. Hayır. O gün hiç kese bakmaklı hal olmayacak. Susuz olacaksan. Allah Teala Kur'an-ı Kerim'de buyurur. Allah Teala Hac suresinde buyurur aziz kardeşler. Ya eyyuhan nasu ittaqu rabbakum inne zelzeletes saat şey'un azim. Ey insanlar! Rabbinizden korkun. O gün kıyametin zelzelesi çok dehşetli olacak. يوم ترونها تذهل كل مرضعة عما أرضعت وتضع كل ذات حمل حملها وترى الناس سكارى وما هم بسكارى ولكن عذاب الله شديد. Ey insanlar! Rabbinizden korkun. O günün zelzelesi, yer terpenmesi çok şiddetli olacak. O gün göreceksiniz. Kucaklı uşaklı kadın uşağını terk edecek. Niye terk edecek muhterem kardeşler? Cevap verin, niye terk edecek? Uşağını sevmir mi? Sevir. Ama o gün o kadar dehşet olacak. O kadar onu düşündüremezsen olacak. Uşağını terk edecek, atacak. وَتَدَعَ كُلَّ ذَاتٍ حَمْلٍ حَمْلَهَا. Hamile kadın karnındaki uşağını salacak korkudan. وَتَرَى النَّاسِ سُكَارًا. İnsanlar serhoş olduğunu göreceksin. Herkes esir sağa sola yıkılır. Onlar içki içibler mi muhterem kardeşler ki? Serhoş olsunlar. Hayır içmeyibler içine. Hiç içmeyibler ama piyan kimidiler. وَمَا هُمْ بِسُكَارًا. Onlar içmiş olmayacaklar. وَلَكِنَّ عَذَابَ اللّٰهِ شَدِيدٌ. Lakin Allah'ın azabı şiddetli olacak o gün. Allah Teala başka bir ayette muhterem kardeşler buyurur. يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ. O gün kişi öz kardeşini terk edecek. Kardeşinden kaçacak. Bir tane sevap isteyeceksin kardeşinden ki, bana bir tane sevap ver ne olur? Bir tane sevap ver. Belki o sevapla cennete girirsen. Kardeşin senden uzaklaşacak. Senden kaçacak. Bir tane sevabı sana esirgeyecek, vermeyecek.
يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ. Atandan da anandan da kaçacaksan, ata-anan senden de kaçacak. وَصَاحِبَتِهِ وَبَنِيهِ. İnsan öz hayat yoldaşını, zövcesini de terk edecek. Bugün sevirik muhterem kardeşler. Atamızla anamızla bir yerdeyiz. Evlatlarımızı sevirik. Zövcelerimizi sevirik. Ama o gün bu sevinç kalkmış olacak. Hiç kes seni meraklandırmayacak. Bu hadis sana onu bildirir. Allah Teala buyurur: لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ. Herkes o gün yeterli. Herkesin o gün özüne yettiği derdi gem olacak. Herkesin. Muhterem kardeşler, bizim o gün eğer bir tane sevaba ihtiyacımız olacaksa, bugün niye onu etmirik biz? Bugün niye çalışmırıq? Ben o güne biz gitmeyeceğim, o güne kavuşmayacağımızı mı düşünürük? Çalışmalıyız aziz kardeşlerim. Bugün yaşayırıq. Fürsətimiz var. İstifade etmeliyiz. Sen gözleme ki ne vaksa tövbe edeceksin. Sen bilmirsen. Ölüm sen ne vak yakalayacak. Allah Teala Kur'an-ı Kerim'de buyurur: "Eynema yudrikkumul mevtu ve lev kuntum fi burucin muşayyede." Harda olursunuz olun, siz göğün katında olun. Ölüm gelip sizi yakalayacak. Allah Teala başka bir ayette buyurur: o size gafleten gelecek, hissetmediğiniz yerden. Hazırlaşmalıyız aziz kardeşlerim. Mütlak ve mütlak. O günün dehşeti bu olacak. Herkes herkesten kaçacak. Herkes düşünür ki göresen cennete gireceğim yoksa cehenneme. Emel defterlerim sağ tarafımdan verilecek yoksa sol taraftan. Katran paltarım giyineceğim mi yoksa Allah'ın müminler için hazırladığı kızıl ve gümüş ve ipek paltarlarım giyineceğim. O gün zakkum suyundan mı içirdileceğim yoksa Peygamber sallallahu aleyhi ve sellem'in sahibi olduğu Kevser suyundan mı içeceğim? Aziz ve muhterem kardeşler, o gün insanlar mahşer meydanında uzun müddet duracaklar. Azap eziyet içinde. Hamı canını kurtarmış olacak. Beğen, mahşer meydanından sonra bu dehşetten sonra, bu çetinlikten sonra, bu azaptan, bu eziyetten sonra görürsen kafir insanlar, inanmayan insanlar, Allah'ın dinine karşı gelen insanlar, Allah koyan hadleri aşan insanlar bu mahşer meydanından sonra rahatlanacaklar. Oraya emin amanlık gelecek. Hayır muhterem kardeşler. Ondan sonra onları bundan daha dehşetli bir gün gözləyir. Cehennem. Allah Teala'dan istəyirəm ki bizleri cehennemden uzak etsin. Allah Teala'dan diləyirəm ki bizlerin derisine cehennem azabını tokundurmasın. Çünkü bizlerin takati yoktu cehennemde yanmağa. Muhterem kardeşler, seleflerin biri der ki gece gündüz ağlayarmış, gece gündüz ağlayarmış. Zövcesi der ki Allah rahmet eylesin. Sen niye ağlayırsan axı bu kadar? Der ey hanım, Allah eğer vaad etseydi ki sizden imansız olarak köçenleri ben hamamda, tuvalette saklayacağım ebedi boyu, ben ona tahammülüm olmazdı değil. Ne ter ben ağlamayayım ki Allah vaad edip ki imansız köçenleri cehennemde odun içinde saklayacak. Korkarlardı imansız köçmekten. Muhterem kardeşler, cehennem ehli, Allah-u Teala cehennem ehlini ve bütün insanları cehennemin odundan korkudur. Allah-u Teala Ali-İmran suresinde buyurur: وَاتَّقُوا النَّارَ الَّتِي اُعِدَّتْ لِلْكَافِرِينَ. Kafirler için hazırlanmış, onları yakacak, yandırılacak oddan korukun. Korukun cehennem ehline əməllərini etməkdən. Yoksa Allah onlar için hazırladığı azap sizleri yandırar, sizlere toxunar. Aziz ve muhterem kardeşlerim, cehenneme girdikte onlar azaptan əlavə Allah onlara zakkum suyu içirdəcək. Allah Teala buyurur: فَمَالِئُونَ مِنْ شَجَرٍ فَآكِلُونَ مِنْ شَجَرٍ مِنْ زَقُّمْ. Onlar zakkum ağacından yiyeceklerdir. Allah uzak eylesin bizden. Bilirsiniz mi zakkum ağacı nedir? O zakkum ağacının meyvesi hem görünüşü çirkin, hem dadı çirkin, hem de pis iyili bir meyvedir. Cehennem ehlinde Allah bunu verecek onları yesinler diye. Hem onun bakışından azap çekecek, hem dadından azap çekecek, hem de iyinden. Beğen göresen ki
bundan bir lokma, bir tiki alıp qırağa koyacak. Xeyr. Allah Teala buyurur: "Femaliun minhul butun." Onunla qarınlarını dolduracaklar. Qarınlarını dolduracaklar. Bəyən bununla qutaracaq, qutarmayacaq. Allah Teala buyurur: "Feşaribune mine's-semim." Üstündən də səmim suyundan içəcəklər. Səmim suyu qaynayan ən yüksək dərəcədə olan suya deyilir. Üstdən də o suyu içəcəklər, qarınları yarılıb töküləcək. Peyğəmbər s.ə.v deyir ki, sizlərə cəhənnəmin ən aşağı təbəqəsində ən yüngül əzabını görən insan haqqında xəbər verimmi? Sahabilər dedi, bəli ya Rasulallah. Deyir, o cəhənnəmdən çıxardılmış ayaqqabı geyindiriləcək. Topuqdan aşağı. Onun istisindən deyir, beyni axıb qulağından töküləcək. Bu cəhənnəmdə yanan ən əzabı qısa, ən əzabı xəfif, yüngül insanın əzabıdır. Əziz və möhtərəm qardaşlar, cəhənnəm əhli cəhənnəmdə yandıqda onlar oradan xilas olmaq istəyəcəklər. Oradan çıxmaq istəyəcəklər. Lakin Allah Teala onları oradan çıxartmayacaq. Onların orada əzabı muqim olacaq. Ona görə bizlər bilməliyik ki, Allahın o gün hazırladığı əzab zülm deyil. Allahın o gün hazırladığı bu əzab kimlərəsə yəni ki, yersiz yerə cəza deyil. Allah Teala o şeylərin hamısını bizlərə bugün bəyan edib ki, ey insan sən biləsən ki, qiyamət günü ona qovuşduqda şikayət eləməyəsən. Əziz və möhtərəm qardaşlar, Allah Teala buyurur: "Yuridun en yahrucu minən-nar və ma hum bixaricin minha və lehum azabun muqim." Maidə surəsində. Onlar cəhənnəmdə yandıqda, qızardıqda, əzab əziyyət gördükdə cəhənnəmdən çıxmaq istəyəcəklər, qaçışacaqlar, yer axtarırlar, çıxsınlar. Yuridun en yahrucu minən-nar və ma hum bixaricin minha. Onlar çıxış yol tapmayacaqlar. Və lehum azabun muqim. Onları davamlı əzab gözləyir. Haqqəti deyil. Əziz və möhtərəm qardaşlar, eyni zamanda Allah-u Teala bizlərdən iman edənləri, gözəl əməl edənləri və əməllərində Allah rızasını rica edənləri ağaçlar altından çaylar axan cənnətlə Allah Teala bizləri müjdələmişdir. Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə bəyan etdiyi, Allah Teala bizlərə bəyan etdiyi cənnət elə bir cənnətdir ki, möhtərəm qardaşlar, orada bir ayaq miqdarında cənnətdə olan yer dünyada və içində olan hər şeydən daha qiymətli, daha xeyirlidir. O gün ora girdikdə insan nə qocalmayacaq, nə xəstələnməyəcək, nə ayaq yoluna çıxmayacaq, nə orada bezməyəcək. Orada insan arzuladığı bütün nemətlərin içində olacaq və daimi və baqi olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Müslim'in Abdullah ibn Ömer'in hədisindən rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə xəbər verir cənnətə son girən insanın haqqında. Son girən, əziz qardaşlarım, diqqət yetirin. Cənnətə insanlar şimşək kimi, Sırat körpüsündən keçəndə şimşək kimi keçənlər olacaq. Sonra quş sürətində, at sürətində və hətta iməhləyərək keçənlər olacaq. Bu keçməyin sürəti insanların əməllərinə bağlıdır. O gün Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, bəzi insanlar bu o daşlar olur, ağ daşlar, bir-birinə vuranda qızılcım atırlar. Bəzi insanlarda elə qızılcım çaxacaq və o işıq verəndə addım atacaq, sonra dayanacaq. Qızılcım atanda addım atacaq, sonra dayanacaq. Deyəcək ki, o sizdən ən az əməl edənlərinizdir. O gün etdiyimiz, bugünkü gündə etdiyimiz əməllərimiz bizlər üçün ışıq olacaq. Qabağımızda o ışığın çoxluğu ilə, ışığın şiddəti ilə bizlər keçməyi bacaracaq oradan. Kimin nuru, əməli çox olacaq, o qədər sürətli keçəcək. Kiminki az olacaq, o qədər zəif keçəcək. Möhtərəm qardaşlar, Peyğəmbər s.ə.v-in bizə cənnətə son girən insan haqqında belə xəbər verir. Deyir, cəhənnəmdən çıxardılmış son insan çıxardılmazdan qabaq Allaha əhd verəcək, ya Rabbi, məni buradan çıxart, cəhənnəmdən çıxart, qoy cənnətlə cəhənnəmin ortasında durum. Sənə söz verirəm ki, heç nə istəməyəcəm səndən başqa. Allah Teala deyir ki, sən mənə vəd verirsənmi ki, mən səni cəhənnəmdən xilas etsəm, cəhənnəmdən çıxartsam, cəhənnəm əzabından canını qutarsam, başqa bir şey istəməyəcəksən, deyir, sənin izzətinə, kəramətinə and olsun ki, ey Rəbbim, heç nə istəməyəcəm. Allah Teala bunu bu qədər əhd peymandan sonra cəhənnəmdən çıxardır
Cənnətlə cəhənnəmin arasına qoyur. Cəhənnəmin iyi gəlir burnuna. Dözə bilmir. Əhd peymanın hamısını unudur. Deyir ki, ya Rabbi, orada yaxında ağac görürəm. Bəlkə məni ağaca yaxınlaşdırasan, onun kölgəsində oturam, yanındakı sudan içəm. Allah Teala deyir, ey Adəm evladı, sən nə xəyanətkarsan? Sən mənə biraz öncə əhd peyman vermədin ki, mən başqa şey istəməyəcəm ya Rabbi. Deyəcək, ya Rabbi, mən bu gördüklərimdən yəni, səbr elə bilmirəm, yəni dözə bilmirəm, məni bağışla yine. Allah Teala deyəcək ki, yaxşı, əgər mən sənə bu istədiyini versəm, söz verirsənmi ki, başqa bir şey tələb etməyəcəksən, söz verir, əhd peyman verir. Nəhayət Allah Teala onu yaxınlaşdırır həmin ağacın altına. Biraz oturduqdan sonra, suyundan içdikdən sonra başını qaldırıb cənnətə baxır. Cənnətdəki sarayları görür. Cənnətdəki nemətləri görür. Deyir, ya Rabbi, bəlkə məni qapısına yaxınlaşdırasan, bir içəri baxam. Heç olmasa belə baxımsa da. İnsan çünki neməti həm dili ilə dadır, həm qulağı ilə, həm də gözü ilə. Nemət hər üç şey şamil eləyir. Deyir, nə yemirəm, nə içmirəm, görümsə da, baxış nemətin nail olum ya Rabbi. Allah Teala deyir, ey Adəm evladı, sən nə xəyanətkarsan? Sən mənə əhd peyman vermədinmi ki, səndən başqa bir şey istəməyəcəm. Məni cəhənnəmdən çıxart. Cəhənnəmdən çıxartdım, üstəlik ağacın altında oturmaq istədim, orada gətirdim. İndi də hələ istəyirsən ki, sən cəhənnətin qapısının ağzına qoyum. Deyəcək, ya Rabbi, izzətinə and olsun, kəramətinə and olsun ki, başqa heç nə istəməyəcəm. Heç nə. İçəri baxım, görüm cənnətdə nə var. Allah Teala onu yaxınlaşdıracaq, möhtərəm qardaşlarım. Cənnətin qapısının ağzına gələcək. Başını qaldırıb içəri baxacaq. İçəridəki nemətləri görəndə hər şey yadından çıxacaq. Deyəcək, ya Rabbi, səbrim qalmadı, məni içəri sal. İçəri girmək istəyirəm. Allah Teala güləcək. Peyğəmbər s.ə.v də gülür. Və bunu rivayət edən sahabə də gülür hədisi danışanda. Deyir, çünki Peyğəmbər bu yerdə gülür. Allah Teala deyəcək ki, gir. Gir içəri. Addımı qoyacaq, cənnətin içine girəcək. Deyəcək Allah Teala arzula. Nə istəyirsən? Arzulayacaq. Allah Teala orada deyəcək təmənnə, arzula. Yəni bugün bizdən biri bizə desə ki arzula, həftələrin arzulayaraq biz hər şey istəyərik. Allah Teala deyəcək arzula. İnsan arzulayacaq, arzulayacaq, arzulayacaq. Nə ki arzusu var, hamısını tökəcək. Allah Teala deyəcək o arzuladığı hamısını və o qədərini hansını ki arzulaya bilmədin, onları da sənə verirəm. Gir cənnətdə yaşa yine. Əziz və möhtərəm qardaşlar. Bu cənnətə son girən insanın mükafatıdır. Cənnətə son qədəm qoyan insanın mükafatıdır. Bu insandan sonra heç kəs cənnətə girməyəcək. Onunla cənnətdə olacaq möhtərəm qardaşlar. Siz düşünün cənnətə ilk girən insanları. Düşünün sorğu sualsız girən insanları. Peyğəmbər sallallahu aleyhi ve sellemlə Firdevsul A'lədə toplanan insanları. O gün Ayşə radiyallahu anh deyir ki, ən çox həsrət çəkən insanlar bugünkü gündə bu dünyada səmərəsiz keçirdikləri vaxtları olacaq. Gəlin möhtərəm qardaşlar, hamımız bir yerdə bu fürsətdən istifadə edək ki, cənnətdə uca məqamlarda otmaq bizlərə nəsib olsun. Allah Teala'dan diləyirəm ki, bizləri bu dünyada və ahirətdə istədiyi xeyirlərə muvaffaq eyləsin. Allah Teala'dan diləyirəm ki, etdiyimiz bu ibadəti, bu həcci bizlərdən qəbul eyləsin. Allah Teala'dan diləyirəm ki, bizləri üzü ağ olan insanlardan etsin. Allah Teala'dan diləyirəm ki, bizlərin dərlərinə cəhənnəm əzabını toxundurmasın. Allah Teala bizləri peyğəmbərlərlə, sıddıqlarla, şəhidlərlə həşr eləsin. Allah Teala'dan diləyirəm ki, kölgənin olmayan bir yerdə, ərşin kölgəsində toplanan dəstələrin bizi içində eləsin. Peyğəmbər s.ə.v-in əli ilə doya-doya Kövsər suyundan içməyi bizlərə nəsib eyləsin. Allah Teala'dan diləyirəm ki, əziz və möhtərəm qardaşlar, bütün sözlərimizdə, bütün əməllərimizdə bizlərə ixlas nəsib eyləsin. Allah bizlərə bilmədiklərimizi öyrətsin və bildiklərimizə əməl etməyi nəsib eyləsin. Allah Teala bizləri bir-birimizi Allah üçün sevib, Allah üçün ayrılanlardan etsin. Və aqulu mə təsməun və sallallahu sələm alə nəbinə Muhammed və alə alihi və sahbihi əcməin. Arkadaşlar sabah saat 8'de